Salam əziz şagirdlər və valideynlər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 92 və 93-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi sizlərdən xahiş edirik. Gəlin başlayaq. Fəsil 2. Süni intellekt. Robotlar haqqında bildiklərinizi danışın. Robotlar. Hələ qədim zamanlarda insanlar düzəltdikləri əşya və alətləri canlandırmaq, onlarda qeyri-adi bacarıqlar görmək istəyirdilər. Son illərdə insanın yaratdığı maşınlar bir çox fantaziyaları gerçəkliyə çevirdi. Uçan xalçaları, təyyarələr və helikopterlər, danışan güzgüləri ağıllı telefonlar əvəz etdi. 100 il bundan əvvəl insan artıq özünə bənzəyən və özünü əvəz edə bilən maşınlar haqqında düşünürdü. Həmişə olduğu kimi təxəyyül elmi təfəkkürü qabaqlayırdı. 1920-ci il Çex yazıçısı Karel Çapek süni insanlar istehsal edən fabrik haqqında əsər yazdı. Onun əsəri Rur adlanırdı. Çapek bu əsərdə süni insanları robot adlandırdı. Bu söz Çex dilində iş mənasını verən robota sözündən idi. Çapekin robotları insana bənzəyirdilər. Hətta müəyyən bacarıqlara sahib idilər. Yalnız hissləri yox idi. Bu əsərlərlə tanış olan alimlər robot ideyasını gerçəkləşdirməyə tələsirdilər. 8 il sonra İngiltərə qəzetlərinin birində Erik adlı ilk robot haqqında məqalə dərc olundu. Zalın səhnəsində kətilin üstündə gümüşü rəngli adama bənzəyən bir varlıq oturmuşdu. Bu Erik idi. Aparıcı səhnəyə çıxdı və üzünü robota tutub dedi: "Erik, oyanmaq vaxtıdır, ayağa qalx." Elə bu zaman Erikin gözlərində nə isə parıldadı və o yorğun adamlar kimi ağır-ağır ayağa qalxdı. Aparıcı auditoriyaya müraciət etdi. "Xanımlar və cənablar, siz Erikə suallar verə bilərsiniz." Hamı susurdu. Nəhayət mən cəsarətimi toplayıb robota yaxınlaşdım və soruşdum: "Erik, saat neçədir?" Erik yorğun və cingildili səslə cavab verdi: 3:52. Auditoriyada hamı saatına baxdı. Hər kəsin gözündə təəccüb və heyrət var idi. Zaman keçdi. Kompüter texnologiyaları inkişaf etdi. Bugün Erik kimi robotlarla heç kimi təəccübləndirmək olmaz. Son illərdə alimlər bu sahədə çox böyük uğurlar əldə etmişlər. Hətta robot texnikası ilə yaxında maraqlanan məktəb şagirdlərinin yaratdığı maşınlar həmin robotlardan daha ağıllıdır. Bir çox sahələrdə yaradılan ağıllı maşınlar, robotlar sadəcə mexaniki iş görmür, işinə yaradıcı yanaşır. Robot vəzifəsini bilir və qarşısına qoyulmuş məqsədə çatmaq üçün özü yollar və üsullar seçir. Belə çıxır ki, ağıllı maşının da bizim kimi intellekti var. Axı hesablama aparmaq, nəticə çıxarmaq, qərar qəbul etmək intellektə xas olan göstəricilərdir. Bu əlbəttə süni intellektdir. Çünki insan tərəfindən yaradılır, daha doğrusu proqramlaşdırılır. Maşının ağlını məhz bu proqram təşkil edir. Beləliklə, müasir dövrdə ağıllı maşınlar müəyyən işləri insandan daha tez, dəqiq və səhvsiz görür. Bütün bunlara baxmayaraq robotlar insanı tam olaraq əvəz edə bilmir. Bəlkə də gələcəkdə insanı bütün sahələrdə əvəz edən ağıllı maşınlar yaradılacaq. Yazar Ayxan Əliyevin Süni İntellekt kitabından. Çalışma 1. Mətndə çıxış edərək süni insan və ağıllı maşın ifadələrini izah edin. Deməli, hər iki ifadə insan tərəfindən yaradılan robotları bildirir. Çalışma C. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Robot sözünün ilkin mənası maşın deməkdir. Yanlış. İlk robot Rur adlanırdı. Doğru. İlk robot Rur adlanırdı. Yanlış. İlk robot 1928-ci ildə yaradılmışdır. Doğru. Robotlar təbii varlıqlardır. Yanlış. Robotlar hiss və emosiyalardan məhrumdur. Doğru. Çalışma C-nin həlli isə bu şəkildə. Çalışma C. Erikin ağıllı maşına xas olan hansı xüsusiyyətləri var idi? Erik hərəkət edə bilir, danışa bilir və ona verilən təlimatları yerinə yetirə bilirdi. Çalışma D. Oxuduğunuz mətnlərdəki uzaq planetin sirri və robotlar məlumatlarından çıxış edərək adi tozsoranla ağıllı tozsoranı müqayisə edin. Uzaq planetin sirri mətnində ağıllı paltar yuyan maşın var idi. Orada Lemi ona sürətlə təlimat verir ki, rəngli paltarlardır, həddən çox çirklidir. Deməli, ağıllı tozsoran da bu cür olacaq.
Bu qaydada işləyəcək. Ağıllı tozsorana bəzi təlimatlar veriləcək, işə salınacaq. Adi tozsoranı insan özü idarə edir, istiqamət verir, hərəkət etdirir. İnsan onu düymələr vasitəsilə hərəkət etdirir. Çalışma ev. Erik haqqında məqalədəki dialoq əsasında ssenari tərtib edin və səhnələşdirin. Siz bunu isə özünüz bu tapşırığı dialoq əsasında ssenari tərtib edib işləyə bilərsiniz. Bugünkü tapşırığımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.